Həsən bəy Zərdabi evlənmək istəyəndə təhsil almış qadınla evlənmək istəyir, müsəlman qadınla evlənmək istəyir, amma Bakıda belə bir adam tapa bilmir və qəzetdə elan oxuyur ki, Tiflis gimnaziyasını Abayeva familyalı bir qız bu il bitirib, gedir bundan da Tiflisə, onunla ailə qurur, onu gətirir Bakıya, Hənifə xanımdan ömrü boyu yaşayır. Yəni, o dövrdə görün vəziyyət necə idi ki, qadınların təhsil səviyyəsi? Həsən bəy Zərdabi kimi adam evlənmək üçün təhsilli qadın tapa bilməmişdi. Bu baxımdan qadınların təhsil məsələsi çox zəif olub. O sonralar... Misal üçün, Leyla Şahtaxtinskaya o ilk təhsil alan səfərməmsə qadın idi. Onlar sonralar olub. Yəni, 1906 falan belə bir şey. Bəli, amma yəni ona qədər Tağıyev məktəbi açmaqla bir qadın təhsili sahəsində sanki bir inqilab elədi və artıq adamlar başa düşdülər ki, qızları məktəblərə vermək olar.